Hər kəsə salam. Məlumatı olmayanlar üçün, məni tanımayanlar üçün özümü təqdim etmək istəyirəm. Adım Səbinədir, intuitiv qidalanma üzrə mütəxəssisəm. Qısaca məlumat verim ki, qidalanma sahəsinə gəlməzdən öncə özüm 7 il ərzində pəhrizlər saxlamışam. Bütün bildiyiniz, təsəvvür etdiyiniz qidalanma növlərini özümdə sınamışam, amma heç bir nəticə əldə etməmişəm. Hətta qida davranışı pozuntusu kimi problemim olub, amma şükür ki, bunun öhdəsindən müstəqil şəkildə çoxlu məlumatlar oxuyaraq gəlmişəm. Bloqum da elə yaranıb. Instagramda bu üsul haqqında, bunun üzərində test etməyim haqqında bir səhifə açdım. Gördüm ki, geniş bir marağa səbəb olur. Düşündüm ki, niyə də bu sahədə insanlara daha professional şəkildə yardım etməyim. Beləliklə qidalanma sahəsinə gəldim. Qidalanma haqqında ikinci təhsil aldım. Sonra başladım qida psixologiyasını öyrənməyə, kurslar keçməyə. Beləliklə gəlib bu səviyyəyə, bu level'a çatdım. İntuitiv qidalanma haqqında danışmaq istəyirəm. Bu üsul Amerikada yaranıb. Özünüz bilirsiniz necə olur. 95-lərdə Amerikada yaranır, bir müddət sonra Rusiyaya gəlir və bu dalğa artıq bütün SNQ dövlətlərinə yayılaraq marağa səbəb olur. Mən də bu marağa maraq göstərmişəm. Taftologiya oldu, amma başa düşdünüz nə demək istədim. Fəlsəfəsi çox maraqlıdır və əslində çox sadə bir psixologiyaya gedir. Qadağaları aradan qaldırırsınız və qidaya olan marağınız itir. Bütün prinsip bundadır və artıq nəyə müşahidə edirik ki, biz sırf bizi qidaya yönləndirən emosional hissləri kənara qoyub bədənimizi dinləməyi öyrənirik. Acıqsa yeyirik və fiziki aclığı tanımalıyıq bu yolda. Bu da o deməkdir ki, biz artıq qidaya müraciət etməzdən öncə duyğularımıza, iştahımıza, hadisələrə fikir vermirik. Qidaya yönləndirmək üçün tək istiqamət bizim mədəmiz olur. Hansı ki, bizə deyir ki, mənim enerjim bitir, mənim qidaya ehtiyacım var, xahiş edirəm, get o qidanı mənə ver. Ona görə də biz fiziki aclığı tanıyaraq artıq bizdə bu fiziki aclıq anlayışı olur və həmin bu çağırışla bədənimizin istəyi ilə gedirik, yemək yeyirik. Sonra da gəlir nə? Fiziki toxluq. Toxluq insanlar daha çox, necə deyim sizə, ağırlıq hissi ilə assosiasiya edir. Bu ağırlıq hissi deyil, mədənin dolumaq hissi deyil. Yəni doymaq hissi, dolmaq deyil. Bunu yadınızda saxlayın ki, doymaq hissi o da komfortlu bir hissidir. Yəni nə aclıq bizdə artıq mədəmizdə ağrı kimi, narahatlıq kimi özünü göstərir, nə də toxluq bizə ağırlıq, yuxu, tərpənə bilməmə hissi, yəni bunlar yanlış anlayışdır və yanlış siqnallardır. Ona görə də biz burada həm sağlam acılığı tanımalıyıq, hansı ki, komfortlu hiss olunur. Həm də sağlam toxluq siqnalını nə vaxt ki, bədən bizə deyir ki, mənə ehtiyac olduğu qədər qidanı almışam, təşəkkür edirəm, bundan sonra mənə lazım deyil. Və sırf bu miqdarı mədə həzm eləyir və heç bir problemsiz oradakı elementlər, qida, zülal, karbohidrat, yağlara parçalanır. Yəni bu terminologiyalarla sizi yormaq istəmirəm. Mənim məqsədim odur ki, hər kəsin başa düşdüyü dildən bu mövzunu sizə təqdim edeyim. Ona görə də burada artıq ortaya çıxır nə? Bizim bioloji çəki anlayışımız. Yəni intuitiv qidalanan insanlar artıq çəkidən qurtulur. Kimin kilo defisiti varsa, o kilonu alır. Kimin çəkisi stabildirsə, bədəninə uyğundursa, o çəkini saxlayır. Çünki bu sadə instinktlardan irəli gəlir. Biraz kobud nümunə olacaq, amma əminəm ki, hər kəs məni düzgün başa düşəcək və inciməyəcək. Heyvanlara diqqət etsək, görərik ki, təbii şəraitdə yaşayan heyvanların artıq çəki problemi yoxdur. Niyə? Çünki onlar sırf öz siqnallarını tanıyırlar və bu siqnallar təbiət tərəfdən hər kəsə verilib. Qədərində yeyirlər, dayanırlar və bununla da bitir. Yəni aclıqları yatırsa, qidaya müraciət etmirlər.
İnsanlarda niyə bu baş vermir? Çünki bizim bu siqnallarımız pozulur. Bu uşaqlıqdan gələn anlayışlarla ola bilər. Nə vaxt ki, valideynlər öz körpələrini yedizdirir. Əslində isə ən sadə, ən bu siqnalı saf şəkildə, düzgün şəkildə qoruyanlar uşaqlardır. Çünki onların artıq qida ehtiyacları bərpa olunduqdan sonra onlar üzlərini çevirir, onlar artıq ağlamır. Hətta bilmirəm kimin uşağı varsa fikir verər ki, körpələr ac olanda diqqətləri yeməkdə olur. Amma artıq o aclıq gedəndən sonra onlara diqqəti qidada saxlamaq çətindir. Onlar artıq başlayır televizorda multika baxmağa, əli ilə yeməyi itələməyə, oyuncaqlarını axtarmağa. Yəni bu əsl lazım olan təbii siqnaldır. Və mən həmişə biraz da bunu deyim ki, əleyhinə olmuşam ki, valideynlər düşünsün ki, yox bu tox deyil, bu niyə belə az yedi? Əslində siz onu yedizdirərək belə-belə onun o siqnallarını itirmiş olursunuz. Necə ki biz itirmişik, biz də valideynlərə görə itirə bilərik. Sosialda yayılmış zarafat tipli deyimlərə görə ki, yeməyi axıra qədər yeməsən nişanlın eybəcər olacaq və ya artıq biraz dərrakə yaşına çatanda valideynlər son qaşığı götürür ki, yəni bunu da mama üçün ye qalmasın. Ümumiyyətlə burada tamam başqa bir ayrı mövzu açılır. Prosta onu çox dərinə girməyəcəm. O ayrı podkastın mövzusu olacaq ki, yəni qidanı tullamamaq üçün başlayırıq onu mədəmizə yönləndirməyə. Yəni bu tipli davranışlar hansı ki, yenə də bizim digər nəsillərdən ibarət olur ki, necə deyim sizə, onlardan gəlir ki, biz onlar necə qida aclığında yaşayıb, necə qidaya belə yığımcıl, qənaətçil, hörmət belə yanaşıb, ona görə də yəni onlar bir növ aclıqdan qorxurlar və o fikri bizə yükləyirlər. Halbuki biz artıq qida bolluğundayıq. Yəni marketləri görürsüz, marketlərin skladlarına gələn maşınları görürsüz ki, yəni qida heç vaxt yox olmayacaq. Yəni bu artıq o qədər aktual problem deyil. Yəni bu problem o qədər öz aktuallığını itirib ki, insanlar bunun həlli üçün nə boydana marketlər açıblar. Yəni gipermarketlər, hər məhəllədə bir orta market var, hansında ki, yəni ən pis halda hər bir qidanın 5 dənə növü var. Yəni 5 dənə brendi var. Ona görə də biz bunu artıq özümüzə, öz psixologiyamıza çatdırmalıyıq ki, aclıq dövrü düşməyəcək, mən qida bolluğundayam, yemək bitməyəcək. Yəni mən bu yeməyi tullamaqdan çəkinməməliyəm. Mən demirəm ki, xeyr, qidanı israf eləyin, tullayın, bir qazan bişirin, 2 qaşıq yeyin, qalanını atın getsin. Qətiyyən. Sadəcə əgər biz bu yola başlamaq istəyiriksə, sağlam qida vərdişlərini öyrənmək istəyiriksə, biz öz porsiyamızı tapana qədər bir müddət boşqabda o yeməyi saxlamalıyıq. Yəni artıq toxluq hissini yaşayırıqsa, biz bilməliyik ki, bundan sonra yeyilən qida mənə zərər verəcək. Bu mənə mədə ağırlığı verəcək, bu mənə artıq çəki verəcək və inanın ki, mən dediyim bu 2 dənə fakt ən yüngül haldır. Bunun daha ağırı var. Nə vaxt ki, artıq qida bir müddət sonra günah mənbəyinə səbəb olur ki, ay mən bunu niyə yedim? Bir müddət bu fikirlərdən sonra başlanır özgüvən sarsıntısı ki, mən iradəsizəm, mən vəbşi şəxsiyyət kimi, mən necə şəxsiyyətə formalaşa bilərəm, əgər mən bir dənə qidamı kontrol eləyə bilmirəm. Sonra başlayır depressiya və yəni digər hallar, hansı ki, sırf gətirir ağır mental problemlərə, amma ümumi bunun adını desək, qida davranışı pozuntusu. Və qida davranışı pozuntuları da təbii ki, tək simptomlarla getmir də. Yəni burada əsas 3 qida davranışı pozuntusu var. Yəni bunların da səbəbində depressiya yatır, özgüvən problemi yatır. Yəni də deyirəm, bunlar hamısı digər podkastın mövzuları olacaq. Ümumiyyətlə sizə belə bir məlumat verdim intuitiv qidalanma haqqında ki, ac olduğunuz halda yeyirsiniz, tox olduğunuzda dayanırsınız, qidanı yaxşıya pisə ayırmırsınız. Yəni əgər siz açsınızsa, sevdiyiniz qidadan həzz alaraq yeməyi sizi heç kəs qadağa etmir. Yəni qidadan həzz almaq utanc verici bir şey deyil. Çoxu niyəsə bunu biraz belə
acgözlüyümü deyim, ya nə bilim, görməmişlik kimi deyim, təsvir eləyirlər ki, ay Allah, yanı yeməkdir də, nə olub? Əslində bu düşüncədən çıxmaq lazımdır. Yəni əgər qida dadlıdırsa və bu bizə verilibsə, hətta biz özümüz bunu hazırlayırıqsa, restoranlarda şeflər bunu dadlı şəkildə hazırlayırsa, biz həyatdan niyə qida vasitəsilə də həzz almayaq? Amma bu həzzi də almaq sırf aclığı yatızdırmaq üçün olmalıdır. Yəni emosiyalardan qaçmaq üçün yox və sairə digər məqamlara görə yox. Belə intuitiv qidalanma haqqında giriş məlumatları verdim. Digər podkastlarda sizə artıq sırf ümumiyyətlə yanlış vərdişlər haqqında, yenə də aclıq toxluq siqnalları haqqında məlumatlandırmaq, maarifləndirməyi düşünürəm. Ümid edirəm hər kəsə faydalı oldu. Təşəkkür eləyirəm.